Salam. 15 martda keçirilən buraxılış imtahanında tətbiq olunan suallardan bir neçəsinin izahına baxırıq. 34-cü testə baxaq. Deməli, fələk ömrümüzə saldı ayrılıq, getdin gözəl, çox gözlədim, gəlmədin nümunəsinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən eləməliyik. Uyğun fikirlər seçəcəyik, yəni düzgün olan fikirləri götürəcəyik. Birinci sütun doğrudur, ikinci sütun isə yanlışdır hökmü ilə işləyəcəyik. Birincidə feillər eyni zamanda, eyni şəkildə işləmişdir. Misralardakı feillər saldı, getdin, gözlədim, gəlmədin. Və bunlar hamısı, deməli, keçmiş zamandadır, şuhudi keçmiş zamanda və hamısı xəbər şəklindədir. Ona görə birinci hökm düzdür və birinci hökm düz olduğuna görə bizə lazımdır. Keçirik cavablara bir olmayan variantları atırıq. B və C-də bir yoxdur, ona görə kənarlaşır. 2-yə baxırıq. Hal şəkilçisinin tələbi ilə söz kökünün son saiti düşmüş isim tamamlıq vəzifəsindədir. Baxırıq, birinci misrada ömrümüzə sözü işlənib. Ömrümüzə sözündə ömür sözü son saatini itirib, amma ona qoşulan şəkilçi ümüz hal yox, mənsubiyyət şəkilçisidir. Deməli, hal şəkilçisi sözünə görə 2 səhvdir və 2 səhv olduğuna görə artıq 2 olan variant kənarlaşacaq. E-də 2 var, ona görə E variantını atırıq. Seçimimiz A və D arasında olacaq. Deməli, A-da 1, 5, 6, D-də 1, 3, 4-dür. Birdən başqa rəqəmlər fərqlidir. Ona görə əvvəl 3-ə baxaq. Müraciət bildirən söz isimləşmiş nitq hissəsi ifadə olunmuşdur. Burada müraciət bildirən söz gözəl sözüdür, xitab kimi işlənib və gözəl sifətdir, isimləşərək xitab kimi işlənib burada. Deməli, hökm doğrudur və doğru olduğuna görə 3 bizə lazımdır. A variantında 3 yoxdur deyə A atılır və düzgün cavabımız qalır D variantı. D variantında 4-ə baxaq. 4-də deyir, quruluşca düzəltmə olan feil əmr şəklində birinci şəxsin təkindədir. Nümunədə düzəltmə feil gözlədim feilidir və gözlədim sözündə sözə qoşulan birinci şəkilçi di, zaman şəkilçisidir deyə o xəbər şəklini yaradıb, yəni əmr şəklini yox. Və burada əmr şəkli sözü artıq səhv olduğuna görə 4 səhvdir və yanlış sütununda bizə səhv lazım olduğuna görə 4-ü artıq götürəcəyik. Ona görə düzgün cavabımız D variantı 1, 3, 4.